Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, sizə bir hədis danışacağım. Düşünürəm ki, hamınız üçün faydalı olacaq. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir gün namazgahda namazımı bitirib oturmuşdum. Cəbrail gəldi, aleyhisselam. Gəldi və mənə dedi, ey Muhammed, nə qədər yaşayırsan yaşa, bu dünyadan köçəcəksən. Kimi sevirsən sev, ondan ayrılacaqsan və nə əməl edirsən elə onun əvəzini görəcəksən. Bil ki, müminin şərəfi gecə namazını qılmasında, izzəti, hörməti isə Allahdan başqa heç kəsə möhtac olmamasındadır. Burada bir cümlə var, diqqət edin. Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, nə əməl edirsən et, onun əvəzini alacaqsan. Bu cümləni təsdiq edən Quran ayəsi var. Allah subhanahu teala həmin ayədə deyir ki, فَلَنَسْأَلَنَّ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ Biz Peyğəmbər göndərdiyimiz ümmətləri sorğu-sual edəcəyik. Onların dəvətini qəbul etdilərmi? Həmçinin onlara göndərdiyimiz Peyğəmbərləri də sorğu-sual edəcəyik. Dini onlara təbliğ etdilərmi? Diqqət edin, Peyğəmbərlər sorğu-sual olunacaq. Odur ki, vida həccində ayə nazil olur. Əl-yevmə əkməltu ləkum dinəkum. Bugün sizin dininizi tamamladı. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinin qarşısında, 100 min sahabənin qarşısında deyir ki, dini təbliğ etdimmi? Hamısı bəli deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm şəhadət barmağını qaldırır, deyir ki, Allahım, şahid ol ki, mən bu dini insanlara təbliğ etdim. Əziz müsəlmanlar, xüsusilə bu ayətdir. İslam elmi olan insanlara, tələbələrə, elm əhlinə, alimlərə, o kəslər ki, bu dini bilir, amma təbliğ etmir. Qiyamət günü buna görə cavab verəcəklər. Vallahi ki, cavab verəcəklər. O ayəyə əsasən, o hədisə görə qiyamət günü vallahi ki, cavab verəcəklər. Odur ki, qiyamət günü gəlməmişdən əvvəl Allah yolunda insanlara yaxşı işlər görməyi buyurmaq və onları pis əməllərdən çəkindirmək lazımdır ki, ən xeyirli ümmətdən sayılaq. Hamımızın adından Allaha dua edib deyirəm. Allahumə inə nəsəlükə fi'ləl xayrat və tərkəl münkərat. Allahım, səndən yaxşı işlər görməyimizi və pis əməllərdən çəkinməyimizi diləyirəm. Subhanək Allahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfiruka və atubu ileyk.